Salam, sabahınız xeyir olsun. 23 fevral 2026-cı il tarixdir. Həftənin birinci bazar ertəsi günüdür. Ramazan ayının 5-ci günüdür. Ramazan ayı için ilk həftədə birinci bazar ertəsi günüdür. Kimlər bugün Ramazan ayında niyət eləyib 5-ci günü üçün oruç tutmuşlar. Hər birinin oruclarının, niyətlərinin qəbul olmağını arzulayıram. Və bununla yanaşı 23 fevralda kimlər həm ev işləri ilə, həm də demək işlərinin arxasınca gedib çölə bayra ki, hansısa işlərini görsünlər, çörək pulu qazansınlar və digər işləri ilə məşğul olanlara hər birinə iş avatlı arzulayıram. Hər birimizə bol ruzi, bərəkət, can sağlığı arzulayıram bugün üçün və hər zaman üçün. Bununla yanaşı 23 fevralda demək təhsili ilə məşğul olan orta məktəb şagirdlərinə, orta ixtisas, ali məktəb tələbələrinə zehin açıqlığı, iş avatlığı arzulayıram. Qarşılarına qoyduqları məqsədlərə çatmalarını arzulayıram. Həm Azərbaycan xalqı üçün, həm də bütün dünya üçün yararlı, faydalı kadrlar kimi can sağlığı ilə yetişmələrini arzulayıram. Bununla yanaşı 23 fevralda kimlərin rəhmətə gedəni var. Allahdan rəhmət, səbir diləyirəm hər birinə. 23 fevral günündə kimlərin xəstələri var, şəfa diləyirəm. O cümlədən qazilərimizə can sağlığı, Allahdan şəfa diləyirəm. Bununla yanaşı 23 fevral günündə kimlər ad gününü, şad gününü qeyd edir, onların hər birinə can sağlığı arzulayır, xoşbəxtlik arzulayır və hər birini bu münasibətlə təbrik etmiş oluram. 23 fevral günündə deməli tarixi günlər vardır. Həmin tarixi günlərdən 23 fevral məhz 632-ci ildə Məhəmmədin sonuncu moizəsini oxuduğu gündür. 23 fevral demək 1660-cı ildə isə 11-ci Karl İsveç kralı olduğu gündür. 23 fevral 1883-cü ildə isə demək Alabama Amerika Birləşmiş Ştatlarının ilk ştatı olduğu gündür. 23 fevral 1917-ci ildə Sankt-Peterburqda ilk nümayiş baş tutdu. Bununla fevral inqilabı başlamış olduğu gün oldu. 23 fevral və 23 fevral bununla yanaşı 1934-cü ildə 3-cü Leopold deməli Belçikanın kralı olduğu gündür. 23 fevral bununla yanaşı 1945-ci ildə 2-ci Dünya müharibəsi zamanı Filippinin paytaxtı Manila Amerika Birləşmiş Ştatları ordusu tərəfindən azad edildiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.